Bu nədir bəbir? Səndən söz soruşuram, nədir bu? Ay qız, sakit ol, səsini atma başına. Sən Qədir'i öldürmək üçün pulla adam tutmusan, ha? Ne gic-gic danışırsan, görmürsən şəratıllah. Biz sənin üçün uşaq deyilik, bizi uşaq yerinə qoyma. Adam dili ilə etiraf edir, nə şər, nə böhtan. Axmaq yerinə qoymusan sən bizi. Deməli, Nigar sənə görə xəstəxanadadır da, hə? Sənə görə qızın vuruldu. Xavər. Sən nətər insansan? Xavər, yavaş danış. Qonşular eşidir. Keçin içeri, danışarıq, keçin. Çək əlvi. Keç. Ay Allah, bu da geldi başımıza. Bunu da gördük. Ay qız, görmürsən o kimdisə mənə şər atır. Hamısı o alçaq Qədir'in oyunlarıdır. Məni gözdən salmaq istəyir o. Qədir'in səndən işi yoxdur. Sənin Qədir'lə işin var. Nə istəyirsən sən o yetimdən? Hə, niyə əl çəkmirsən ondan? Onsuz da onun həyatını heçə döndərmirsən də sən. Nədir? İkiniz də birdən Qədir sevən oldunuz. Ən azından öldürəcək qədər nifrət eləmirik. Mən o vaxtda demişdim, sən onu aradan götürmək istəyirsən. Bu qəza, zat, hamısı boş söhbət idi. Hamısı sənin işlərin olub olar. Seyran, sən yum ağzını, eşitdin? Düz deyir də. Qədir'lə planların baş tutmadı, sağ qaldı. İndi də adam tutmuşsan ki, onu öldürtdürərsən. Sən nə vaxt belə insanlıqdan çıxdın bəbir, hə? Ben pulla adam öldürürüm. Bir müəllim məni çağırdı ki, Qədir adlı bir nəfər var, onu öldürüm. Pulda razılaşdıq. Getdim Qədir'i vurmağa. Attığım güllə dəydi qıza. Kızı öldürdü. Deyirəm, şərəfsizə bax, bunu göndərib, səni öldürməyə. Hə. Amma plan öz başında partladı. Ay Qədir, bu qədər şey olur. Adamı gəlib heç nə danışmırsan nesə. Danışmırsan deyəndə ki, İslam vaxt olmurdu da danışmağa da. Yoxsa niyə danışmayayım ki? Sən o videonu hara göndərirdin ki? Xavər xanımla Seyran'a. Məzələnmə. Qırğın olacaq evdə. Qoy olsun. Qoy hamısı tanısın o şərəfsiz, o binamusu. Bu qız sevgilisən sən onunla? Sevgili deyəndə ki, İslam. Qız deyəsən sevir məni. Məndəki o elə bir an idi ki, dedim qısas alacağım, onu da tanımırsan, məndə ürək var. Ay, yaxşı eləmsən, Qədir. Sənin qızla nə işin var? Cəmaət günahsız. Bilirəm İslam, bilirəm. Ona görə də vaxtında geri çəkildim. Qədir, sən bu qumru məsələsini niyə eləyəcəksən? Sən niyə inanmırsan, hə? Bu adam o addım atmağa məcbur olub da. İslam heç bir məcburiyyət onun gedib o kişinin evinə girib orada yaşamağına haqq qazandırmır. Mən bunu başqa nə cür deyim sizə? Düz deyirsən, qardaşım, düz deyirsən. Bilirəm. Bütün bunların hamısı o Qumruya görədir. Siz elə məqam axtarırsınız ki, məni günahlandırasınız. Görmürsünüz? Görmürsünüz, adamı döyüblər. Məcbur eləyiblər ki, video çəkilsin. Görmürsünüz? Yaxşı bəbir. Hamı səhvdir, bir dənə sən düşsən. Bir dənə sən günahsızsan.
Elə o rəfiqəni də Qədir öldürüb atıb sənin boynuna. Xavər, bura bax, sən lap ağ elədin ha. Məni ən qatı cinayətkar elədin ey sən. Nədir, elə deyirsən? Eləsən də. Amma hayif ki, sənə heç nə sübut eləyə bilmirik. Gözümüzlə də görsək, qulağımızla da eşitsək, sənə heç nə sübut eləyə bilmirik. Sən elə fikirləş ki, Nigarə nə cavab verəcəksən? Bağışla qızım, mən Qədri öldürmək istirdim, güllə gəldi sənə dəydi. Bura bax, eşidin məni. Nə badə. Deyirəm sizə, nə badə. Nigara bu barədə bir şey çatdırasız. Bax, sizə xəbərdarlıq edirəm. Yoxsa sizdən başqa cür danışacağam. Neyniyəcəksən? Adam tutub bizi də öldürtdürəcəksən? Eləyərsən. Dili də var elə bir danışmağa. Buna bax. Bir yağdan burada deyə xəttə deyə. Ondan görsədir bir yağdan. Kimdən naşır bu? Qoy deyəm. Bekar. Neyinirsən sən bayaqdan WhatsAppda, hə? Bayaqdan baxıram onlinesan. Yazır. Görək nə yazır. Aha. Ailətiş, az dədəmin görə haqqı heç kimlə yazışmıram mən. WhatsApp-dan çıxmamışam deyə online qalıb da. Yalan söyləsən öləsən, yalansa. Neyse day, inandım. Salam Bəbir müəllim. Qumru hanım? Qumru, onun keçmiş əri var, o rəhmətli də, sonra dirilən. O gəldi, uşağı apardı Laləni. Deyirəm Qumru hanım, uşağı soruşmuram səndən. Qumru, bilmirəm. Demədi hara gedir? Yox. Bəs niyə soruşmadın? Bəbir müəllim, o xavər deyil. Mən ondan soruşum. Mən sayan var. Bəbir müəllim, təzə çay dəmləmişəm. Çay verim sizə. Ne çay ha? Çay hayındayım indi. Dolamısan sen beni? Ha? Git gözümün qabağından. Yeri, git. Hiçbir işe yaramırsan bu evde. Çay. Yine sen. Yine sen. Ay Allah. Axı niye el çekmirsən məndən? Niye? Of, ay Allah. Mən nə günah eləmişəm ki, mənim belə atam var da. Vallahi Allah haqqı xəcalət çəkirəm, utanıram ona görə.
Yaxşı da Seyran güclə özünə gəlmisən. İmkan verirlər ki, gündə biri bir oqqa çıxarır. Hər dəfə deyirəm ki, vəssalam da, day bu sondur, day heç nə ola bilməz. Yenə elə bir şey eləyir ki, quruyub qalıram da yerimdə də. Hamımızı biabır elədi, hamımızı. Baxan da deyər ki, qıraqdan, Seyran şadlığını şiddə eləyir, kefindən yol nazıb bu. Da demirlər ki, Allah and olsun deyirəm, mən bu vəziyyətə elə atam qoyub. Sən ol, bay qız. Ben bir ben acıladı beni. Nəyin üstündə? Soruştu ki kumru hardadı, ben de dedim bilmirəm. O da bütün açığını benden çıktı. Ben aklısına söz diye bilmirəm. Fikir verməsən ona, bir dəqiqə başı özündə deyil. Seyran. Nədir sirdir, lətifə bilməyəcək güya. O kişi hamının özünə düşmən elir. Ay Allah, sənə qurban olum. Səndən bir dənə istəyim var. Ana olar, bu bəbirə görə mənim başıma bir iş gəlməsin də. Şaləm vur bir-bir. Orada qırğın, burada da var. Bir dayan dincəl də. Nətər olacaq, nə cür olacaq? Bu nə edəcək? Kişi başını itirib. Uy, Qumru xanım. Axşamınız xeyir. Axşamı xeyir. Siz hardaydınız? Aləm dəyib bir-birinə. İşim var idi. Kiməsə hesabat verməli deyiləm. Yox, valla ona görə demirəm. Mənə nəyimə lazımdır. Nə bilməm, gəldi bura. Xavərlə, Seyranla qırdılar bir-birinə. Dava, müsibət, aləm dəydi bir-birinə. Açığı, mən də sizə görə narahatam. Deyirəm, birdən əlindən xata çıxıb eləyər. Siz Allah ehtiyatlı olun. Cəhənnəmə çıxsın. Öldürsəydi canımı qurtarardı. Oo. Ona nə olub, Bəbirin yanında qalmaqdan başı xarab olub, bunun? Bəbirə kim dözər ki? Yetim nə ağarsın? Əl çək məndən. Əl çək məndən, nə olar? Onsuz da yaşaya bilmirəm, əl çək məndən. Hələ bunlar yaxşı günlərdir. Getdikcə batacaqsan, Bəbir. Sus. Sus, kəs səsini. Sus. Heç kim qalmayacaq ətrafında. Bir stəkan su verənin də olmayacaq. Hamı nifrət edir sənə. Danışma. Çık git buradan. Çık git başımdan. Yeri get. Get, get. Sənin hər şeyin var idi həyatda. Amma hamısını itirdin. Sus dedim. Sus. Çık git buradan. Çık git. El çek benden. El çek. El çek. Qumru. Hardaydın sen? Ha? Senden söz soruşuram. Hardaydın? Mən Qədir uşağı aparmışdı. Onun arxasından getmişdim. Cehennem aparmıştı, göre aparmıştı. Sen onunla görüşmeye her defa bahane aktarırsan ha? Danışığına fikir ver. Cəhənnəm sənin yerində. Cehennemi sen bu dünyada yaşadırsan bana. Seni tanıdığım gündən mən elə cəhənnəmdəyəm. Onda nə yapışmışsan məndən? Bırak gedim də. Bırak cəhənnəm olum gedim. Yox. Sən nə eləsən də mən səndən əl çəkən deyiləm.
çəkməyəcəm Qumru. Nə eləsən də əl çəkməyəcəm. Onda həyatımdan barış. Hər dəfə gələndə belə dava salma. Nəylə barışım, hə? O alçaq qədiri sevməyinlə. O heç sənin üzünə də baxmır. Nifrət edir sənə. Sən buna baxmayaraq hələ də sevirsən onu, hə? Sualıma cavab ver. Sevirsən onu? Hə, sevirəm. Həmişə də onu sevəcəm. Bəs mən nəyəm, Qumru? Bir dəfə də mənim sevgimə dəyər verdən olar, hə? Mənə dəyər. Nifrət edirəm sənə. İğrənirəm sənin üzünə baxanda. Xavər. Ay Xavər. Xavər. Bekar zəng eləmişdi. Deyir Qumru gəlib. Bilirəm. Deyirəm ki, mən gedim görüm. Neynirlər olar orada. Narahatam. Sən görmədin Bəbir müəllimi. Sən necə əsəbi idi. Birdən qıza da eləyər. Heç nə eləməz. Gördüm, amma mən nə edə bilərəm ki? Bu da tərs qızı tərs deyə. Bir şirin dili də yox deyə. Bəbir müəllim birin deyir, bu beşin deyir. Dəhşət deyə qız. Axır o qədər eləyəcək, kişi basıb döyəcək onu. Bəbir ona qıymaz. Aslında öş qıymır. Qısqanclıq çox pis şeydir. O onu çox qısqanır. Qısqanclıq adama hər şeyi elətdirər. Özdə indi o əri də görür ki, ərinə meyillənib. Ona görə lap dəli olur da, yığıb da onsuz da ərinin əlindən. Mən Bəbir müəllimin ailə işlərinə qarışmıram. Özləri bilər. Qorxuram da, mən də orada deyirəm ki, girim araya ayırım bunları. Səndə o ürək var. Lap xatirimə dəyirsən sən mənim. Niyə yoxdur məndə o ürək? Seyran öldürür deyib Firanı. Aralarına girmədim, ayırmadım onları. Ay, Lətifə, başım ağrıyır. Xavər. Bəbir müəllimin silahı da var. Bilirəm. Birdən vurar, qızı vurub öldürər. Niyə deyərik? Neyimə lazım? Kim istəyir getsin öldürsün. Bilmirsən? Kəsilmək istəyən qoç buynuzunu çobanın çomağına sürtür. Nə istəyirlər getsinlər, eləsinlər. Vecimə də deyil. Qumru. Qumru. Vur da, nə durmuşsan? Birini də vur. Qumru. Nifrət edirəm sənə. Döy öldür də, döy öldür. Bəlkə əlində ölərəm. Canım qutarar səndən. Hə? Gör mənə nə qədər nifrət eləyirsən ki, ölməyi mənim yanımda olmaqdan üstün tutursan sən, Qumru. Sənə o qədər nifrət edirəm. Nə gözləyirdin? Qədirdən sonra səni sevəcəkdim. Ay yazıq, sən özünə baxmısan güzgüdə. Atam yaşdasan, Bir özünə baxmısan. Qumru. Qumru, mənim beynimi çöndərmə. Özümə cavabdeh deyiləm. Dəlisən də onsuz da sən. Öz-özü ilə danışan dəli. Atasının ruhu ilə danışan dəli. Kəs səsini, qız! Kəs səsini! Bir də mənim yanımda o alçağın adını tutma, eşitdin? Məni sevəcəksən, məni. Ölsən də məni sevəcəksən, sən sevəcəksən! Ay Xavər, bəlkə bekara deyim, gedib baxsın, nə deyirsən? Lazımdır. Necə lazımdır, Birdən bir şeyləri qıza. Narahatam mən, beyni çöndü də Bəbir müəllimin. Lətifə, sən söz eşitmirsən? Gedim özüm baxım.
Hə? Nəsə bir bəhanə eləyərəm də. Səni bilirəm də. Sənin dərdin başqadır. Mövzu axtarırsan. Nə olsun? O. Sən gör maraqlı deyil, nə oldu orada? Yox. Of, xavər, of. Lətifə, sənin mətbəxdə işin zadın yoxdur. Hər get işinlə məşğul ol da. Kim kimi öldürür, nə inir özləri bilər. Deyirsən öldürər, hə? Cəhənnəm öldürərlər. Ay, xavər. Dur da. Yaxşı da, ay, xavər, yaxşı. Sus da başım şişib. Bəsdir. Neynirsən sən? Sen karışma. Qəti karışmasan bu işe karışma. Sənin doğrudan da başın xarabdır. O qıza görə nə qədər əziyyət çəkdin. Onu əldə elədin ki, axırda belə eləyəsən. Git buradan. Rədd ol, get buradan. Get buradan, rədd ol. Bəbir, mən gedəcəm, amma o da gedəcək. Heç kim sənin kimi adamın yanında qalmaz. O kalacak. Kalacak. O benim yanımda kalacak. Ha Gumru? Kalacaksan benim yanımda. Söz sorsam senden cevap ver. Kalacaksan yanımda. Ha? Ay sağ ol. Ay sağ ol. Bak böyle. Ay sağ ol. Onsuz da seni hiç yana bırakmayacağım. Hiç yana. Ben seni o kadar sevirəm ki Gumru. Bu sevgiden seni öldürebilirim Gumru. Ha sevgiden öldürebilirim Gumru. Sağ ol. Sağ ol, nə? Valla məncə o fikrin dəyişən deyil. Ən çox uşağa yazığım gəlir. Qalıb ortada. Valla sözün açığı mən hələ də Qumruya inanmıram. Biz də inanmırdıq, amma sonra elə şeylər oldu ki, başa düşdüm ki, səhv eləmişik. İslam. Belə olacağı əvvəldən bilinirdi də. Neçə dəfə, sən özün də bilirsən ki, neçə dəfə mən ona dedim ki, o alçaqdan uzaq dur. Qulaq asdı mənə, yox. Deyə axırda belə. Sultan, nə etməli idi? Ay mələk çox şey eləyə bilərdi. Amma eləmədi. Ona görə qədrə haqq verirəm. Niyə elə deyirsən ki? Qızın nə günahı var? Hər kəsin başına gələ bilər bu məsələ. Elə bax, bilirsən, elçilik günü. Qız haqqında gör nələr gəlib sənə danışdılar Ülkər haqqında. Bağışlamadın, bağışladın da Ülkəri. Ay mələk, o söhbəti bura nəyə qatırsan? O ayrı söhbətdir, bu ayrı. Yo, niyə ayrı deyil? Elə eyni söhbətdir. Eyni də mövzudur. Mələ. Nədir? Nə baxırsan üzümə, İslam? Düz demirəm. Bilirsən ki, düz deyirəm. İnsanın başına çox şey gələ bilər. Arada çönüb özümüzə də baxmalıyıq. Qınamaq o qədər asandır ki, bilib-bilmədən danışmaq o qədər asandır ki, biraz da anlayışlı olmaq lazımdır. Neysə. Götür də götür, çay içək. Ben seni çok sevirəm Gumru, lap çok sevirəm, lap çok. Seni hiç yere bırakmayacağım, hiç yere. Sen həmişəlik benim olacaksan, həmişəlik benim yanımda kalacaksan. Eşidirsən Gumru, benim yanımda. Biz xoşbəxt olacağıq seninle Gumru. Bizim uşaqlarımız olacak Gumru. Biz onlarla vaxt geçireceğiz, oyunlar oynayacağız. Eşidirsən beni Gumru. Gumru. Gumru, ben seni sevirəm. Bəbir, bırak kızı. Sen bunu neyirsən? Bırak kızı deyirəm. Sen onu benim elimden alabilmezsen. Alabilmezsen Bırak sana çık dedim git kızı, buradan. bırak. Ah!
Yaxşısan? Mənə bax, yaxşısan? Gel. Gel otur, otur. Heç nə yoxdur. Geç görmə oğlum. Başla da yemeğe. Gözde atalesin. Gözde. Doğuşan eləyim. Balam da yesin. Hoşuna geldi mi? Hı. Hatırlıyorum. Ta. Ca. Anamla bak gələcək. İyi de kızım soyutma. Yata burada. Koy ağzına. Niyə demirsən ki? Demirəm çünkü bilmirəm kızım. Ata da dəqiq bilmir. Ay Sultan gel. Vay Lalə, necəsən quzu? Yaxşıyam Sultan. Nə yeyirsən? Atam yumurta bişirib. Nə qəşəng, nə qəşəng. Çak sen. İstəmirəm. İstəyirsən sən də ye. Sağ ol, gözəl qızım, yemirəm, sağ ol. Mən toxam. Sen ne yedin ki balam toxtu olsun? Yedi axıra kimi. İstəmirəm yemək. Dura bilərəm. Dur yaxşı. Anasına göre sifət eləyir mənə. Bilirəm, xəbərim var. İslamgildən gəlirəm. Qadir. Neynəmək istəyirsən bu qumruyla? Fikrin nədir? Nə barədə? Ola bilər qumru ilə bağlı biz səhv eləmişik. İnsandır da, indi hər şey ola bilər. Sultan. İndi bu dəqiqə qumru hardadır? Dəbirin evində, düzdür? Bu nəticəni heç nə dəyişmir. Ola bilər siz fikrinizi dəyişirsiniz qumruya qarşı, amma mən mümkün deyil bu. Mümkün deyil bu. Bu mən sizə deyə bilmirəm, başa sala bilmirəm mən sizə. İç, iç. Yaxşısan? Hə? Keçdi, keçdi. Çox sağ ol.
Ne olur? Ne Neyini- olacaq? Öldürürdün qızı. Sen ne danışırsan Xavər? Necə nə danışırsan? Güclə aldım əlindən. Mən heç elə şey eləyərəm Xavər, nə danışırsan sən? Eləyərəm nədir? Elədin də. Eləmədi Qumru. Qumru, o düz deyir. Heç mən sənə qıyaram Qumru. Xavər, bəsdir. Bəsdir Xavər. Bəsdir. Sən burada mənə hər şeyi uydurma. Sen burada ne inirsen ha? Çık git buradan. Çık git Xavər. Çık git benim evimden yeri. Onlar getməyin. Qorxma, qorxma, heç nə eləməz. Qumru, sen məndən qorxursan, ha? Mən sənə heç qıyaram ay Qumru? Mən gedim. Bir şey lazım olsa zəng eləyərsən. Qorxma, heç nə olmaz. Özüvə gəl. Qumru, ben seni sevirəm. Çok sevirəm Qumru. 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 Qızı güclə aldım əlindən. Biraz da gec getsəydim, Allah bilir vurub öldürmüşdü. Ay Allah, Allah göstermesin. Kış kış kış. Xavər, mən şokdayam. Sən necə böyük insansan. Sən böyük qadınsan. Sən düşmənivi xilas eləmisən. Düşmənivi. Heç kinolarda belə şey olmur. İndi görən nəsə eləməz qızı. Yox, məncə daha yox. Bəbir özünə gəlmişdi. Heç yadında heç nə yoxdur ki. Boynuna qoya bilmirdik ki. Başı gedib də kişinin. Bu boyda haqq hesablardan sonra gedər də day başqalar adam da. Sonra da mənə qınayırsınız. Mən heç olmasa ziyanı özümə verin, başqalarına yox. Evdə salamat adam yox deyə. İçi mən qarışıq. Əsəbdən, stressdən adamda can qalar. Saçlarım da tökülüb. Geri gelim saçlarımı əkdirim. Mən də o pulu oradan da o qədər gerim saç əkdirim mən. Allah bilir neçəyədir o. Neyini mən keçər gezim bəyiz. Lətifə dolman yandı. Dur bax. Dolma pişirirəm bəyəm mən. Dolma pişirmirdim axı. Dır. Ana, sən istəyərəkdən Qumruya kömək elədin, yoxsa məcbur qaldığına görə? Qadın olduğu üçün. Qadın olduğu üçün qadına kömək elədim. Vəssalam. Bu qədər. Atanın ağıllı balası. Atanın gözəl qızı. Bilirəm, sən də əziyyət çəkirsən. Kaş indi anan da bizdən olar. Kaş ki balam, kaş ki əvvəl kimi həyatımızı yaşayardıq.
Gururum yol vermir. Yol vermir. Kalmışam ağlımla yüreğimin arasında kızım. Ata da bilmir neylesin. Sualıma cevap ver. Seversen onu. Hə, sevirəm. Həmişə də onu sevəcəm. Bəs mən? Bəs mən nəyəm, Qumru? Bir dəfə də mənim sevgimə dəyər verdən olar, ha? Nə dəyər? Nifrət edirəm sənə. İğrənirəm sənin üzünə baxanda. O hələ də onu sevir. Sen yeni geldin. El çek de benden. El çek koy hiç olsa. Gecəni yatımda. Nə qədər ki o sənin evindədir, sənə rahatlıq yoxdur. Həmişə belə qorxu, narahatlıq içində olacaqsan. Git buradan. Git. Yer git buradan. O səni istəmir. Görmürsən? Onu istəyir. O benim evimdedir. Benim evimdedir. Onun yanındadır. Ne? İnanmırsan? Get bax. Sizi öldüreceğim. Öldüreceğim sizi! Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keser gecelerin kederle birge, ümidin yaranar qəhərlə birge, oyanıb qalxarsan səhərlə birge, güneşin içindən dirilən adam.
Dirilən adam